Salam, kanalıma xoş gəlmisiniz. Bugün həm diqqətimizi yoxlayacağıq, həm də həndəsi fiqurların daxilində gizli fiqurları tapmağın asan yolunu öyrənəcəyik. Diqqətiniz məndə olsun. Şəkildə üçbucaq verilmişdir və sualımız belədir. Şəkildə neçə müxtəlif üçbucaq var? Biz bu üçbucaqları tapmaq üçün bir-bir saymağımıza ehtiyac yoxdur. Biz onları nömrələyirik. Mən sizə indi asan yolunu başa salacağım. İlk öncə 1, 2, 3, 4. Yenə digər sıramıza 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4 qeyd edirik. Daha sonra biz bunların cəmini hesablayacağıq. Birinci sıranın, ikinci sıranın, üçüncü sıranın və dördüncü sıranın. Qeyd edirik. 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 bərabərdir 10. Artıq biz bilirik ki, birinci sıramız 10, ikinci sıramız 10, üçüncü sıramız 10 və dördüncü sıramız 10 edir. İndi isə bunların cəmini toplayırıq. 10 üstəgəl 10 üstəgəl 10 üstəgəl 10 bərabərdir 40. Artıq biz bilirik ki, bizim şəkildə 40 üçbucağımız var. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, əgər bizə bu verilmiş üçbucaqda sizə göstərim mən. Əgər əlavə bu şəkildə olmuş olsaydı və yaxud bu şəkildə olmuş olsaydı belə, o zaman yenə eyni qayda öz işini görəcəkdir. Yəni biz burada yenə rəqəmlər qeyd edirik. 1, 2, 3, 4, 5 və 6. O zaman biz 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 6 olaraq toplayacaqdıq. Hal-hazırda bizə verilmiş üçbucaq bu olduğu üçün biz bunu hesablamağın yolunu sizə başa saldıq və bu yolla siz neçə sıra üçbucaq olur olsun və eninə, uzunluğa fərqi yoxdur. Artdıqca biz də bu üsuldan istifadə edib bayaq göstərdiyim nümunə kimi tapa biləcəkdik. Əziz uşaqlar və valideynlər, sizin də hər hansı bir misalda, məsələdə və ya məntiqi tapşırıqda bir çətinliyiniz, bir sualınız yaranarsa, şərh bölməsində qeyd etməyi unutmayın və hansı mövzuda sizə video çəkməyimi istəyirsinizsə, dərslə bağlı, onu da videoda şərhlər bölməsində qeyd etməyi unutmayın. Ləman müəllimə mənə deyib ki, öyrənmək dünyanın ən maraqlı işidir. Əziz uşaqlar və valideynlər, kanalıma abunə olmağı, videolarımı bəyənməyi, mənə dəstək olmağı unutmayın. Gələn dərslərdə görüşənədək, hələlik.